Və Respublikamızın əməkdar artisti Rəhilə Bəndəliyeva sizi salamlayır. Mənə yazıb ki, Rəvan, təşəkkür edirəm ki, bugün Asif müəllimi dəvət etmirsən verilişə. Və Rəhilə xanım, inşallah bir gün Asif müəllimlə sizi bərabər dəvət edərəm. Firuzə xanımı, Asif müəllimi. Çox sağ olsun. Çox darıxıblar, sənət dostlarınızdır sizin üçün çox darıxıblar. Çox sağ olsun, təşəkkür edirəm. Rəhilə xanımla çox səhnə paylaşmışıq. Çox gözəl bir insandır, gözəl sənətkardır. Salamlayıram. Növbəti bir sual var. Hansı aparıcı və ya kanal rəhbəri sizi qəsdən efirdən kənarda saxladı? Ad çəkməyə hazırsınız? Vallahi, Rəvan qardaşım, heç bir informasiyam yoxdur. Bəlkə də var elə bir şey. Yəni, mən maraqlanmamışam. Bu sualları hardan tapıb bulmalıydılar? Yox, o bilirsiniz, aktual sualdır. Kimlər üçün? Bax, mənim ustadım son illər Hacı Baba Hüseynov oldu. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bu insan neçə il fəaliyyət göstərmişdi. Ömrünün axırında 70 yaşından sonra bunu gündəmə gəldi. Ona kimi, mən ona sual verdim ki, niyə indiyə mən tanıyırdım uşaqlıqdan, sevirdim sözsüz. Amma deyirdi ki, mənə efirədə deyirlər ki, sənin rəngin qaradır, olmaz sən, qadağa qoymuşdular. Deyir, bir gün qadağa o vaxtda var imiş. Gör, o boyda sənətkarı qadağa deyirlər, rəngin qaradır, efirə düşünürsən. Yəni, bəhanəyə bax. Absurd. Deyir, bir dəfə Əhməd Bakıxanov getdi, məni rast oxutdurdu. O, həmin o qadağa qoyunu çağırdı, dedi, sən özü də belə danışırdı. Sənin atoğun atası belə rast eşitmişdi. Deyir ki, yox. Deyir, bəs onda niyə qoymursunuz bu sıxsın? Ay, sağ ol. Növbəti sual, mən istəyirəm ki, tamaşaçılara hörmətsizlik olmasın. Əziyyət çəkib yazıblar deyə mən sualları ünvanlamalıyam. Televiziyalarda indi demək olar görünmürsünüz. Səbəb efirlərdən uzaq durmağınızdır, yoxsa efirlər artıq sizi istəmir? Yox, mən çağırsalar, məsələn, normal sizi kimi, bax, bu tipdə verilir. Bəzən çağırırlar, çağırmışdılar sözün açığı, amma mən özümü orada görmürdüm. Uyğun olmayan bir uyğun olmayan bir şeydir. Məsəl üçün də yaraşdırmadım. Təbii ki, sizin şəxsi fikrinizdir. Qalma qaldı, müəyyən bir verilişlər var da, orada özümü görmürdüm şəxsən. İndi mənim öz paytuşlarım da gedir, amma istəmirəm onlar da getsin. Yəni, çünki biz örnək olmalı, nümunə olmalıyıq ki. Tamaşaçılarımızdan üzr istəyirəm. Suallar çoxdur deyə adlarını çəkə bilmirəm hər birini. Amma əsas odur ki, suallarınızı ünvanlayıram. Sizin fikrinizcə, Asif müəllim, sizə sual ünvanlanır. İndi show biznesdə daha çox musiqi qalıb, yoxsa qruplaşma? Yox, musiqi yoxdur. Ümumiyyətcə, musiqidən söhbət getmir. Artıq musiqi çox pis tənəzzüldədir. Qruplaşma deyilən bir şey var. Mən çox təəssüf edirəm ki, hətta bu qruplaşma muğam sahəsinə də sirayət elədi. Çox pis tendensiyadır. Yəni, ola bilərdi bu estrada sahəsində olsun, bu dövr qədimdən burada qruplaşma falan belə show biznes. Amma muğamda, muğam müqəddəs sənətdir, o bizim klassikamızdır, yəni bizim qədim musiqimiz. Keçmişdə hansı məşhur sənətçi sizin yüksəlişinizə mane olub? Valla mən bəlkə də olub bilməmişəm, yəni bəlkə də olub, mənim xəbərim olmayıb. Növbəti sual, sizə qarşı paxıllıq edən sənətçilər olubmu? Konkret kimlər olub? Yox, onu deyə bilmərəm, bəlkə də hamıya qarşı olub. Yəni, hamı kimi mənə də kiməsə olub. Aha, növbəti maraqlı sual, qalmaqal yaşadığınız, amma indiyə qədər danışmadığınız bir kimsə varmı? Sənət dostlarınızdan? Yox, yox, heç kim. Yəni, kimlənsə belə qalma-qalma olub. Dərinə getməmişəm. Yəni, mahnılarımı götürüb oxudular. Bu yaxında bir xanım var. İndi adını çox da səhnə paylaşmışam. Bir mahnım var. Nurəli dediyi kimi də Şirindi yarım belə bir mahnım var idi əvvəllər. Onu götürdü, oxudu. Amma neçə dəfə də dedim ki, o prodüserinə də, yəni onun ki, heç olmasa desin ki, kimin mahnısı. Götürdü, öz adından dedi. Sonra məndə də bir nəfər zəng elədi ki, mənə tanımırdım heç. Dedi, sizin bir çox mahnılarınız var, müəllif kimdə. İndi mən ona mahnı demirəm, özüm cızma qarada. Yəni, o Nurəli dediyi kimi, sadəcə olaraq qarmoniyanı gözləmişəm. O qədər də sənət əsəri hesab eləmirəm onu, amma... İndiki bayağı biabırçı mahnılara görə böyük əsərlər də olar. Onlar mahnılarımı ki, saldılar müəllif hüququna, heç mən bilmirdim. Ondan sonra o xanım daha onu oxuya bilmir, yəni qadağa gəlir. Əla. Asif İsaoğlu öz potensialının yarısını belə istifadə etmədi fikri ilə, razısınızmı? Bəli, bəli. Mən çox şeylər eləyə bilərdim, amma göstərə bilməmişəm, yəni elə.
Aha, növbəti maraqlı sual. Geri qayıdış etmək üçün real gücünüz var, yoxsa artıq gecdir? Yox, gücüm ondan da çoxdur. Belə çox qəribədir. Bu yaxında bir nəfər Rusiyalı aktrisa var, çox sevirəm onun sənətini. Deməli, İşdə Məhəbbət Məcarası. Orada bir xanım oynayır. Bəlkə də baxmısınız ona, çox belə o vəzifədə olan bir şəxs olur. Ona bir sual verirlər, dedi, sizi nə təəssüfləndirir? Dedi, məni təəssüfləndirmir, qocalıq, yaşlanıb indi. Dedi, o təəssüfləndirir ki, qocalıq gəlmir, cavanlıq getmir. Cavanlıq əl çəkmir məndən. Yəni, o da ki, enerjim var deyir, amma onu göstərməyə deyirlər ki, hə, bunun yaşı deyirlər keçib, onu göstərmək olmaz. Amma əslində o çox gözəl sözdür. Yaşad olduqca daha da gözəlləşir. Habil müəllim rəhmətliyin sözü var. Dedi, insan, sənətkar 50 yaşında ölgənir tam şeyi, onda da moddan düşür, yəni dəbdən düşür. Növbəti maraqlı bir sual ünvanlayıb tamaşaçımız. Bu illər ərzində qazandığınız məşhurluq sizi dəyişdi, yoxsa ətrafdakılar? Valla Rəvan bəy, mən bir söz deyim, belə bəlkə də inanmayasınız, amma məşhurluqdan çox xoşlanmırdım əslində. Yəni bir ara 2001-dən 2005-ə qədər də çox belə bir özüm də gözləmədiyim halda belə bir şey yarandı. Çıxırdım küçəyə, ora bax xoşlanmadığım şeydi də, istəyirdim ki, gizlənirdim. Bayaq Nurlan qardaşım dedi ki, özümü gizlənirdim. Çoxu deyirdi, sən filan, deyirdim, yox, mən o deyiləm. Yəni gizlənirdim ki, tanınmasın. Belə pis şey eləmirdim. Və sadəcə sonra xoşlanmırdım ki, tanısınlar. İstəyirdim rahat olam. Məşhurluğu sevməmişsiniz də, yəni sənətinizi sevmişsiniz. Rahat ola bilmirdim. Siz rahat, mən sərbəstliyi çox xoşlayan adamam. Çox təşəkkür edirəm Asif müəllim. Suallarımız gəlməkdədir, amma elə suallar var ki, mən mətbəx suallarını vermək istəmirəm. Hə, yaxşı edirsiniz. Və inanıram ki, tamaşaçılarımız da bizdən razı qaldılar. Nurlan və Nəsrindən ifa hazırdırsa, Orxan.